Bugün Azərbaycan 18-ci əsrin əvvəllərində və Nadir Şah test imzasına baxacaq. Venn diaqramında sual işarəsinin yerinə hansı cavab yazıla bilər? Şah Abbas, Nadir Şah. Hindistana hərbi yürüş edib. Nadir Şaha aiddir, Şah Abbasa aid deyil. Azərbaycan adlı inzibati ərazi vədiyyəti. Bəli, hər ikisi üçün oxşar cəhətdir ki, Nadir Şah yaratdığı mərkəzi Təbriz, Şah Abbas yaratdığı mərkəzi Ərdəbil. Rusların Xəzərin ərazidən çıxarması əlaqəsi yoxdur. Şeybanilərə qarşı mübarizə. Nadir xan olsaydı oxşar götürə bilərdi. Şah olduğuna görə götürə bilməli. Rusiya dövləti ilə sülh müqaviləsi imzalayıb. Rusiya dövlətinə sülh müqaviləsini Nadir Şah imzalamayıb. Şah Abbas da imzalamayıb, Nadir Şah da imzalamayıb. Xan olsaydı götürə bilərdik bəlkə də. 18-ci əsrin 30-cu illərində Osmanlı qoşunu bütün Azərbaycanı tərk etməsinə nə səbəb oldu? 1-ci Pyotrun Xəzər sahilini vilayətləri ələ keçirməsi. 1-ci Pyotr dövrdə ölmüşdü. İrəvan yaxınlığında Səfəvi qoşunlarının qələbə qazanması. Yəni 3 kilsə döyüşündür, 1735. Bilirik ki, Rusiya Gəncə müqaviləsinə, Osmanlı isə 3 kilsə döyüşündən sonra Azərbaycan torpaqlarını tərk eləmiş. Deməli olacaq B variantı. Səfəvi dövlətinin tənəzzülündəki iqtisadi səbəblər aid olmasın. İpək yolunun əhəmiyyəti itirməsi, bəli. Süni suvarma sistemindən sıradan çıxması, bəli. Dövlət aparatında səriştəsiz şəxslərin yol tapması. Bilirik ki, idarəçiliklə bağlı bütün məsələlər siyasidir. Yəni bizə iqtisadi dediyinə görə siyasini götürə bilmərik. C variantı. Hacı Davudun həbsdən qaçdıqdan sonra ilk yardım istədiyi dövlət təbii ki, Rusiya idi. Rusiya da 1-dir. Kömək istəyir, amma Hacı Davud daxili müstəqil saxlamaq istəyirdi də Rusiyana kömək eləmir. 3 İran, 4 Ərəbistan yarımadası, 2 də Anadolu. 5-ə baxaq. Azərbaycan dilində manifestin çap olunması 1722-nin iyunu. Səfəvilərə qarşı ilk kütləvi xalq çıxışının baş verməsi 1707 Carbalakan. Rusiya Osmanlı arasında sərhədləri müəyyənləşdirmək üçün müqavilə Nabur 1727. Osmanlı qoşunlarının Təbriz tutulması 1725. İndi bunu düzək deməli düşəcək 2, daha sonra 1, 4, 3 B variantı. 18-ci əsr Rus ordusu tərəfindən həsr olunmuş yəqin medal tərtib olunan şəhər Rusiya Bakının şərəfinə, Osmanlı Ərdəbilin şərəfinə. Deməli, burada Bakı necə olacaq? 2. Deməli, olacaq A variantı. Deməli, 2 Bakı, 1 Şəki tərəfə düşür. 2 təxmini Qarabağ vilayətidir. 4 Təbriz, 5 Marağa, 3 Ərdəbil. Hansı hadisə daha tez baş vermişdi? Sonuncu Sam Mirzə üsyanı. Sonuncu Sam Mirzə üsyanı 47. İlk müstəqil xanlığın yaranması 43. Əfqanıstanın Nadir Şah tərəfindən yürüşə başlanması. Mərkəzi Asiya Hindistan tərəfləri gedib 37-ci illərdə. Hacı Çələbinin Nadir Şaha tabi olması 46. Nadir Şaha qarşı ilk Carbalakan üsyanı şah deyirsə 38. Xan deyərdisə 34-ü götürə bilərdi. 38. Daha tez baş verən hadisə dediyinə görə Mərkəzi Asiyanı götürəcəyik. Hansı variantda səbəb-nəticə əlaqəsi yanlış verilmişdir? Bağdad sülhü imzalandı. Osmanlı 10 il ərzində işğal etdiyi Səfəv torpaqlarını qaytarmalı idi. Bəli, qaytarmalı idi, amma qaytarmır. Osmanlı və Rusiya arasında İstanbul müqaviləsi imzalandı. Xəzər sahili ərazilər iki dövlət arasında bölündü. Xeyr, Xəzər sahili bölünmədi. Xəzər sahili Rusiyaya verdi, qərb torpaqlarımız Osmanlıya verildi. Beni görə amma cavablara baxaq. Hacı Davudun Osmanlıdan yardım istəməsi Osmanlı tərəfindən Şirvan yarımsəqil xanlığı kimi tanıdı. Bəli, elə ilk yarımsəqil xanlığımız Şirvan xanlığı idi. Rusiya Qaradənizə çıxış əldə edə bilməməsi diqqəti Xəzər dənizə yönəltdi. Bəli, Şamaxının Osmanlı dövlətinə yardım etməsi Nadir Şahın Şamaxını dağıtması. Nadir Şah yox, Nadir xan olmalıdır. Ona görə burada 2 cavabımız var. B və Y. Hansı hadisə Nadir xanın dövrünə aid deyil? Əfqanları ölkədən qovur. Bəli, elə ilk addım o idi. İlk öncə Təbrizin, daha sonra Ərdəbilin azad edilməsi. İlk Nadir xan, ilk öncə Təbriz, ardınca Ərdəbil. Bəli. Rəş müqaviləsi imzalanması. Bəli. Hərbi donanma yaratmaq üçün danışıqlara başlaması. Hərbi donanma üçün danışıqlara başlayanda Nadir xan yox, Nadir Şah idi. Ona görə D-ni götürə bilmərik. Osmanlının Azərbaycandakı dayaq məntəqəsi və xüsusi status verdiyi ərazi. Deməli, baş dayaq məntəqəsi Gəncə, xüsusi status verdiyi şəhər Şirvan, yəni Şamaxı idi. Deməli, 1 Qarabağ, 3 Gəncə, 2 Şəki, 5 Şirvan, 4 Qaradağ. Demiş ki, Qarabağla Qaradağ sərhəddi. 1 Qarabağ, 4 Qaradağ. Ona görə götürəcəyik Gəncə ilə Şamaxını 3 ilə 5-i. Venn diaqramı tamamlayın. Rəş müqaviləsi, Gəncə müqaviləsi bizə lazımdır. Oxşar cəhətlər. Rusiya və Səfəv həm oxşar, həm fərqli. Necə? Hə, rəqəmlər də var. Yəqin 1, 2, 3. Hə. Rusiya və Səfəvi dövlət arasında imzalanmış. Həm Rəşd, həm də Gəncə. Rusiya və Səfəvi arasında imzalanmış. Deməli, oxşara düşəcək A variantı.
3 A-nı götürürüksə, B-Y getdi, D getdi, C getdi. Ya A variantıdır, ya B variantıdır. Deyir ki, Rus tacirlərinə gömrüksüz ticarət hüququ verir. Bu təbii ki, hər ikisi üçün oxşar cəhətdir. Ruslar bizə ticarət hüququ verdi ancaq rəşdi, amma biz həm də Gəncədən onlara ticarət hüququ vermişdik. Deməli, oxşar olacaq A, B. Kürdən cənubdakı Xəzəryəni bölgələr səfəvlərə qaytarıldı. Kürdən cənub, yəni yuxarı hissəni deyirsə Gəncəni götürəcəyik. Deməli, Kürdən cənubdakı Xəzəryəni vilayətlər düşür. Kürdən cənub Rəş müqaviləsi. 1-ə düşəcək C. Daha sonra Terekdən cənubdakı artıq Gəncə müqaviləsi 2-yə düşəcək D. Səfəvi dövləti Osmanlıların Xəzəryəni ərazilərə buraxmamağı öhdəsinə götürmüşdür. Bu təbii ki, Rəş müqaviləsidir ki, Ruslar çıxırdı, Səfəvi dövləti söz verdi ki, ərazilərə buraxmayacaq. 11 A variantı. 12. Uyğunsuzluğu müəyyən edin. 1727-ci il Rusiya ilə Osmanlı arasında Nabur sülh müqaviləsi imzalandı. Uyğunsuzluğu Rusiya-Osmanlı arasında bəli. Terekdən cənubdakı Xəzərin torpaqlar Səfəvilər dövlətinə qaytardı 35 bəli Gəncə müqaviləsi. 24-cü Şirvan Osmanlı himayəsi altında yarımsəqi xanlıq bəli. 23-cü il Bağdad işğalından sonra Ruslar Bakının işğalından sonra Ruslar Rəşd, xeyr, Rəşd işğal olunub 22-nin dekabrında, Bakı 23-cü ilin iyulunda. Yəni yerlərini dəyişib veriblər. 18-ci əsrin 30-cu illərində imzalanan müqavilələrə aid deyil. 30-cu ildə Rəşd deyə bilər Kirmanşahı Gəncəni. Rus tacir bəzi imtiyazlar əldə elədi. Bəli, Gəncəni götürə bilər, Rəşdi götürə bilər. Rus qoşunu Səfəv torpaqlarını tamamilə bəli Gəncəni götürə bilər. Azərbaycanın böyük bir hissəsi ilk dəfə Osmanlı dövlətinin əlinə keçdi. Bunu biz götürə bilərik 1724 İstanbul müqaviləsi. Yəni o da 20-ci illərdədir. Amma digər fəktlərə baxaq. Səfəvi dövləti Rusiya ilə əbədi dost olacağına öhdəsinə götürdü. Rəş müqaviləsi 32. Kürdən cənubdakı Xəzərin torpaqları Səfəvi dövlətinə qaytarıldı. Bu da Rəş müqaviləsi, bu da 32. Deməli, burada olacaq cavab C variantı. Nadir Şah Əfşarın İran körfəzində və Xəzər dənizində hansı səbəbdən donanma yarada bilmə? Təbii ki, Osmanlı ilə müharibə. Cavabda var ilə bir variant. Sami Mirzəyə üsyanın baş verməsi xeyr, Osmanlı dövləti ilə yeni müharibə bəli. Nadir Şah İsmail üçün, ikinci İsmail üçün oxşar cəhət təbii ki, şiə sünni ixtilaf olacaq. Varmı belə bir variant? Bəli, Y variantı. Hamısına baxaq. Osmanlı dövləti ilə müharibə aparmaq İsmail aparmayıb. Rusiya ilə müqavilə İsmail imzalamayıb. Sədr-Əzəm vəzifəsi Nadir Şah. Donanma yaratmaq istəyir Nadir Şah. Bəli. Məntiqi uyğunsuzluğu seçin. Peterburq müqaviləsi 1723. Gəncə müqaviləsi 1735. Bağdad 33. Nabur 27. Kirmanşah 32. Peterburq imzalandı Səfəvi ilə Rusiya arasında. Gəncə Rusiya ilə Səfəvi arasında. Bağdad Səfəvi Osmanlı. Nabur Səfəvi. Daha doğrusu Rusiya Osmanlı. Kirmanşah Səfəvi bir də Osmanlı. Burada necə məntiqi uyğunsuzluq götürə bilər? Yəni, demək, Peterburq imzalandı Səfəvi Rusiya. Gəncə imzalandı Rusiya Səfəvi. Bağdad Osmanlı Səfəvi. Nabur Rusiya Osmanlı. Kirmanşah müqaviləsi imzalandı Səfəvi Osmanlı. Hamısının üçün Səfəvi var, bir də Naburda Səfəvi yoxdur. Yəqin ki, o məntiqi əsasən götürür, amma çox dəqiq məntiqi tuta bilmədim. Hansı rəqəmlərin yerini dəyişdikdə xronoloji ardıcıllığı bərpa etmək olar? Səfəvi dövlətində siyahı almanın keçilməsi 1699, İsfahanda Səfəvi və Rusiya arasında ticarət müqaviləsi 1717, Qəndaharın tutulması 1709, Rus qoşunlarının Dərbənd tutulması 1722. Deməli, biz burada necə pozulub ardıcıllıq? 2 ilə 3-ün yerini dəyişik veriblər. 2 ilə 3 yeri dəyişik olub A variantı. 18. Ardıcıllığı müəyyən edin. Rus qoşunu Bakını 1723, Rəşdi 22, İrəvan, Naxçıvan, Mərənd 1724, Quba və Təngə köhnə məlumatda 28, 1728 olmalı idi. Deməli, necə cəcək? 2, 1, 3, 4. 2, 1, 3, 4. 18 B variantı. Peterburq sülhünü tanımadı təbii ki, Təhmasib. Kirmanşah sülhünü tanımadı Nadir Xan. Azərbaycan adlı inzibati ərazi bölgüsü yaratdı Nadir Şah. Deməli, necə cəcək? B, A, C. B, A, C. 19 C variantı. 18-ci əsrin 20-ci illərin ikinci yarısı 30-cu illərin əvvəlləri üçün xarakterdir. 20-ci illərin ikinci yarısı 30-cu illərin əvvəlləri. Səfəvi dövründə ilk inzibati ərazi bölgüsünün saxlanması xeyr, elə bir şey yoxdur. Osmanlı işğalı altında olan vilayətlərdə hakimiyyətin Osmanlı sərkərdəsinə məxsus olması. Xeyr,
sancaqlardır, mahallardır, nahiyələrdə onları yerlər idarə edirdi. Ona görə B ola bilməz. Azərbaycan adlı inzibati ərazi bölgüsünün yaradılması bu dövrə yox Nadir Şah yaratmışdı. 20-ci illərə aid deyil. Yerli feodallara verilən irsi torpaqların bəylik adlanması. Bəli. Osmanlı dövründə divan və xası birləşdirir və yerli feodallarımıza bəylik ağalığı adlanan şəhər torpaqlar paylayır. Gəncə müqaviləsinə görə Səfəvilərə qayıdan ərazi təbii ki, Xəzər rayonu vilayətləri olacaq, çünki ruslar bizi tərk elədi. Xəzər rayonu vilayətləri burada ancaq götürə bilərik 1. Bakını. Baxaq. Kirmanşah müqaviləsinin Qəsri Şirin müqaviləsindən fərqini müəyyən edin. Bilirik, Kirmanşah imzalanır 1732 Səfəvi Osmanlı, Qəsri Şirin 1639 Səfəvi Osmanlı. Səfəvilərin imzaladığı ilk ağır şərtli sülh müqaviləsi xeyr, bu İstanbul müqaviləsidir. Səfəvilərin qarşı tərəfə vəd verməsi hər ikisində var. Kirmanşahda Arazdan şimaldakıların verir. Qəsri Şirində isə Van Qarsaqacığa hücum etməyəcəyini daha təminat vermişdi. Yəni burada hər iki tərəfə ərazini vermişdi. Həm də vəd verir ki, burada Osmanlı hakimiyyəti tanınsın. Kürd çayının sərhəd olması xeyr, əslində Araz çay sərhədi olmuşdu Qəsri Şirində. Müqavilədən sonra siyasi sabitliyin yaradılması xeyr, bu ancaq Qəsri Şirinə aiddir. Səfəvilərin İrəvan ələ keçirməsi. Bəli, Qəsri Şirin müqaviləsində Səfəvilərdə qalmışdı. Kirmanşah müqaviləsində Osmanlı ələ keçir. Deməli, Kirmanşahın Qəsri Şirindən fərqli cəhəti Səfəvilərin İrəvan itirməsidir. Deməli, 23-ə baxaq. Uyğunluq gözlənilmişdir. Səlcuq dövründə canişinlik mərkəzi olan şəhərdə Səlcuq dövründə canişinlik mərkəzi olan şəhərdə Rusiya ilə Osmanlı arasında sərhəd müəyyənləşdi. Səlcuq dövründə canişinlik mərkəzi bir Beyləqandır, bir də Gəncədir. Sərhədlər Naburda, yəni Şamaxıda müəyyənləşmişdi, getdi. Şah 3-cü Abbas Rəş müqaviləsini imzalayıb, 2-ci Təhmasib. Nadir xan sədrəcəm vəzifəsi Nadir Şah ləğv eləmişdi. Gəncə müqaviləsi ilə Nadir Şah rusları Nadir xan çıxarmışdı, şah deyildi. Nadir Şah 41-ci Dağstana yürüş eləmişdi. Bəli, o Carabalakın yatırmağa gələndə həm Carabalakın həm Dağstana qoşun yeritmişdi. Nadir xanın Gəncəni azad etməsi 1734. Nadir xanın İraqa hücumu 1732. Bu Kirmanşah azad ediləyəndən sonradır. Rusların Azərbaycan ərazisindən keçərək insan tədqiq etmək. Bu da Rəş müqaviləsidir. Bundan əvvəl olub amma. Osmanlının Urmiyan tutması bu da lap əvvəldir. 1730. 31-dir. İrəvan Həmədan döyüşündən sonra 30-cu ilə Nadir geri qaytarmışdı. 31-də yenidə tutulmuşdu. İndi burada düz qoş eləyək. Deməli 4, sonra gələcək 32, sonra ardınca İraqa hücum eləmişdi 2, sonra da 1, 4-2-1. Uyğunluq gözlənilmişdir. Nadir xan yalnız dini torpaqları müsadə etdi. Xeyr, maldarlara məxsus, iri feodallara məxsus torpaqları müsadirə eləmişdi. Nadir Şah imperiyasının iqamətgahı Təbriz Xeyr Məşədi idi. Nadir Şaha qarşı ilk Hüseyn Astrada xeyr, Nadir xana qarşı ilk Hüseyn Astradaydı. 3-cü Sami Mirzə Təbrizdə pul zərb etdirmişdi, bəli. 3-cü Sami Mirzə Təbriz adına pul zərb etdirmiş, 25-dir. Şah Abbasın hakimiyyətə gəlməsi 32. Nadir xan Xurasanda Hüseyin yatırmaq üçün Osmanlı Azərbaycan yarımçı qoyması 30. Kirmanşah 32. Amma 3-cü Abbas ondan sonraydı. İndi birinci necə düzürdük burada? Deməli 2, 3, 1, 2, 3, 1. Deməli necə düşəcək burada indi? B-yə düşdü 3, C-yə düşdü 1, 2-yə düşdü A. A variantı. Fikrə və xəritəyə uyğun olaraq müqaviləni müəyyən edin. Səfəvilər qarşı tərəfə əbədi dost olacağına söz verdi. Bu Rəş müqaviləsidir. Qarşı tərəf Səfəvi ərazisindən keçərək Hindistana gedə bilərdi. Təbii ki, Rəş müqaviləsi 1732 yanvar ayının 21-də. Osmanlı işğal zonasına daxil olmayan bu şəhərin tutulması İstanbulda atəşfəşanlığa təbii ki, Ərdəbil. Dedik ki, Bakı sevinmişdi, Rusiya sevindi, Bakı alınanda, Osmanlı atəşfəşanlıq keçirdi, Ərdəbil alınanda. 3 Ərdəbil, 4 Təbriz, 5 Marağa, 1 Şəki, 2 Bakı. Nadir Şahın donanma yaratmaq üçün danışıqlar apardığı dövlət Hollandiya, İngiltərə, Rusiya. Hollandiya, İngiltərə, Rusiya. Burada hansını verib? Ancaq Hollandiyanı verib. 2 Hollandiya, 1 Fransa, 5 İtaliya, 4 Avstriya, Macaristan, 3 də Osmanlıdır. 30. Şah 1-ci Abbas, Nadir Şah. Ticarətin inkişafı üçün tədbirlərin görülməsi. Bu hər ikisinin oxşar cəhət olacaq. Osmanlıların Cənubi Qafqazdan çıxarılması. Osmanlıların Cənubi Qafqazdan çıxarılması Nadir xana aiddir.
Ona görə bunu götürə bilmərik. Şah Abbasda belə bir şey yoxdur. Azərbaycandan çıxarmışdı. Hərbiçilərə iqta vəzni. Ümumiyyətcə bu dövrdə artıq heç iqta yox idi. Ona görə C olan cavabları birbaşa çıxırıq. Ya B variantıdır, ya Y variantıdır. Səfəvilərin dini siyasi mərkəzi olan şəhərin Bəylərbəliyən Ərdəbilidir. Bu olacaq Şah Abbasa 1593-cü ildə vəqf əmlakının müsadirə olunaraq dövlət mülkiyyətinə alınması. Bu təbii ki, Nadir Şahın dövrünə aiddir. 2-yə düşəcək. Y variantı demək 1-ə D, 2-yə Y, 3-ə A, B nədir? Osmanlı Cənubi Qafqazdan çıxarması xeyr, oxşar götürə bilmək. Deməli, burada olacaq ancaq Y variantı. 31-ə baxaq. Deyir ki, ardıcıllığı müəyyən edin. Şah Sultan Hüseynə qarşı Şirvan Bəylərbəliyində ilk üsyan 1707 Carbalakan üsyanı. Səfəvilərlə Ruslar arasında İsfahan müqaviləsi 1717. Əfqanların Qəndahar bölgəsi 1709. Pyotrun Xəzərin vilayətlərə yürüşün başlaması 1722. Deməli, 1707, 1709, 1-3, 2-4. 1-3, 2-4 D variantı. Ardıcılığı müəyyən edin. Səfəvilərin Kürdən şimaldakı əraziləri Ruslardan geri alması. Kürdən şimal ərazilərində isə, yəni Gəncəndir, 1735. Ruslarla Osmanlılar arasında Azərbaycanda sərhəd müəyyən edin müqavilə Nabur 1727. Nadir xanın Səfəvilərdə hərbi qulluğa başlaması 1726. İstehkamı Cingöz qalası olan Carbalakan 1738. Demək 26, 27, 3-2, 1-4. 3-2-1-4, 32A variantı. 18-ci əsrin 20-ci illəri Osmanlıların Azərbaycanda hakimiyyət dövrünə aid deyil, aqrar məsələdə ciddi dəyişiklik baş vermədi, bəli. Xas torpaqlar dövlət torpaqları adında birləşdirilmişdi, bəli. Vilayətlərə rəhbərlik edən yerli feodallara xidmət müqabilində vilayətlərə rəhbərlik edənlər Osmanlı sərkərdələridir. Sancaqlar, mahallara, yerlərə başçılıq edirdi. Düzgün fikirləri müəyyən edin. Gəncə, Peterburq, Kirmanşah, Gəncə 35, Peterburq 23, Kirmanşah 32. Gəncə Rusiya Səfəvi arasında, Peterburq da Rusiya Səfəvi arasında, Kirmanşah Səfəvi Osmanlı arasında. Deyir ki, Gəncə müqaviləsi Səfəvilərin Rusiya ərazisində sərbəst ticarət etmək hüququnun qazanması. Səfəvilərin Rusiya ərazisində yox, Rusların Səfəvi ərazisində. Ruslar Səfəvilər ticarət imtiyaz vermişdir, Rəş müqaviləsi. Ona görə A-nı götürə bilmərik. A-nı götürə bilmərsə A-nı çıxardırıq. Rusların Terekdən cənubdakı Xəzər vilayətlə tərk etməsi. Bəli, biri olacaq B. Səfəvilər Ruslarla əbədi dost olacağına söz vermişdir. Əbədi dostluq müqaviləsi Rəş müqaviləsindədir. Ona görə birə C-ni də götürə bilmərik. Peterburq müqaviləsi xandan icazəsiz imzalanması. Peterburq müqaviləsi xan deyildi, Şah Sultan Hüseynin. Təhmasib idi, xan yox idi. Səfəvi şahı hakimiyyətini qorumaq vədini verilmişdi. Bəli, Ruslar bizə vəd vermişdi. Mazandaran və Astrabatın Ruslara verilməsi. Bəli, 2-yə B, C, 1-ə B, 3-ə də baxaq. Səfəvilər Dağıstan ərazisinin məhrum oldu. Bəli, Kür çay iki dövlət arasında xeyr, Kirmanşahda Araz çay sərhəd rolunu oynayırdı. Kür yox, ona görə B-ni çıxardırıq. Şah məğlub olaraq müqaviləni imzalamaq məcburiyyətində qalmış. Bəli, təhmasibdən söhbət gedir. 3-də A, C. Azərbaycan xanlarına onun ali hakimiyyətini qəbul etmələri haqqında fərman göndərdi. Üsyanın başlandığı şəhər bizə 3-cü Sammirzə üsyanını deyir. 3-cü Sammirzə üsyanı diqqətli olaq. Sammirzə üsyanı ilk öncə başlayır Ərdəbildə, daha sonra yayılmışdı Təbrizdə. Deməli 47-ci ildə 3-cü Sammirzə üsyanı ilk öncə başlamışdı Ərdəbildə. 35 olacaq Y variantı. 4 Təbriz, 5 Marağa, 2 Bakı, 1 Şəki. Ardıcılığı müəyyən edin. Peterburq müqaviləsinin şərtlərinin Osmanlı tərəfindən təsdiq olunması. Yəni bizə bunu İstanbulu deyir 24. Osmanlı Azərbaycanda ilk idarə üsulunu qurması. Bu 1578-90-cı illərdə olmuşdu. O ən ağır şərtli sülh müqaviləsi imzalananda. Şah Sultan Hüseynin dövründə əhalinin siyahıya alınması 1699-1702. 1-ci Mahmudun təsdiq etmədiyi müqavilə Bağdad 1733. Bir sərqəsiz yazdım. Deməncə cəcib 2, 3, 1, 4. İnşallah düzdüm. 2, 3, 1, 4 B variantı. Eyni ildə baş verən hadisələri müəyyən edin. Rus ordusunun Təbrizə uğursuz yürüşü, Şirvanı yarımsəqil xanlıq 1724, Peterburq müqaviləsi 1723, Rusiyanın Xəzərin vilayətlərə yürüşü 1722, 1-ci Pyotrun. Xəzərənin vilayətlərə ermənilərin köçürməsi 1724. Burada 2 ilə 5-ə uyğun gəlir. 2 ilə 5. 2 ilə 5 də yoxdur.
Bu dövrdə Ruslar Təbrizə yürüş eləməyib, bax, Osmanlı yürüş eləmişdi. Ola bilər ki, o nəzərə tuta bilərik. 24 olsa, onda 1-2-5 olacaq. 18-ci əsrin 20-ci illərində Bakıda Bakıda komendant əleyhinə narazılığa səbəb nə idi? Bakı əhalisinin zorla hərbi xidmətə çağırılması. Xeyr, əhalidən vaxtaşırı xərac. Artıq xəracımı qalıb. Xeyr, nefti torpaqlar müsadirə olması. Bəli, neftimizi müsadirə edib aparırdılar. Haqqında bəhs edilən müqavilə müəyyən edin. Cənubi Qafqaz Rusiya ilə Osmanlı arasında bölüşdürüldü. Şirvan yarımstəqil xanlıq, təbii ki, İstanbul müqaviləsi. Nadir Şaha aiddir. Orda zəmrəkdən istifadə, bəli. Məzhəb arşiskinə qarşı mübarizə, bəli. Mahmudla müqavilə, bəli. 3-cü Samirzə üsyanı yatıranda Nadir artıq ölmüşdü. Yəni, Nadir yox idi.